Selam dostlar. Bugün sizinle bir yerde car parking oynuyordum. Uzun ya bir çok vaxtlardır artık YouTube'u başım bırakmıştım. Sebep like gelmir, abone gelmir, yorum gelmir. Yani sesim pisdi. Ona göre her neyse. Axırı şeydi, uzun sözün qısası bunların hamısı bu videoda gələrsə YouTube'a təzədən davam edəcəm. Bugün sizinlə bir yerdə 014 üçün aşmayan iki təkər ayarı. Yəni YouTube'da var, amma onların hamısı köhnədir. Mən 2025-ni çəkirəm. Məndən təzəsi yoxdur. Deməli görürsüz, car upgrade-də ən birinci motoru alırıq. O tərəf Twin Turbo, Trunk Tire, təzə Crusader alırıq. Bu qədər. Başqa heç nə almırıq. Scores belədir. Mən indi keçəcəm. Çünki siz dayandırıb baxarsınız necə olur, necə olmur. Belə olmalıdır. Suspension belə olmalıdır. Jogdakı belə olmalıdır. Bunların hamısını iləcəkdən sonra maşınımı da bir qəşəng yığdırım. Yəni bu son video ola da bilər, olmaya da bilər. Ola da bilər, olmaya da bilər. Yəni ikisinin arası. Olarsa YouTube'a təzədən davam edəcəm. Çoxlu videolar, sıx videolar gələcək. Amma gördüm də like gəlmədi bu videoya, yorum gəlmədi, abunə gəlmədi. Bu qədər. Mənlik bu qədər. Belə olacaq da. Amma hamısı gəlsə təzədən YouTube'dayım. Eğer bir şeydir, çox bəyənilsə şeydir, Car Simulator 2'nin də ay böyle. Bunlara niye ayarlayırdım ya? Belə olmalıdır. Təkərlərin ayarları da belə olmalıydı. Belə eləyəndən sonra maşının rəngi. Bu rəng yox. Yəni ağ eləyək. Qara rəngdən maya vuraq. Maşınımız zor olsun. Ne son video olada? Kimler izlerdi bu güne kadar? Heyf. Həqiqətən çox heyf. Yəni bir YouTuber başa düşdüm ki, bu video çəkmək neçə saatlarımı alacaq. Yəni bu çox çətin məsələdir. 2 dəfə niyə eyni şey aldım ha? Biraz da bundan belə. Güya maşınımız kraskadan, bez kraska diye maşınımız. Biraz da sarılardan koyaq. Maşın heç yeri şey deyil, orijinal. Bu neydi ya? Nə düzəltdim ha mən? Canavar düzəltdim bir daha. Oy, zorda axı, özüdür. Neyse. Gödürük indi mi iki təkər daha qurtarmadı. İki təkər ayrı superdi. Görəcəksiniz aşmır. Yəni sürətdə gedərək iki təkər qaldırmaq istəsiniz aşacaq. Normal şeydir. 07'də də aşır. Açıldı ama connecting. Qoşulur. Narahat etmə. Ekran yazılması. Bu da var benim. Game Manager. Dilimi tutalım. Öyle ne var diye.
maşın kilitləyirəm, siz kilitləməyə bilərsiniz. Demək, TCS, ABS, ESP, stabilizasyon bunlar bağlı olmalıdır və maşın drift modunda olmalıdır. Sürətimiz də aşağı olmalıdır, çox aşağı. Məsələn, daha belə getdim, iki təkər qaldırıram, gördünüz, qalxır. Amma aşmır. Belə. Gördünüz? Oy, aşdı. Dedim də çox sürət olmaz. 07. Əslində mən 07-mi verib aldım, bu firsiz 07. TikTok hesabımı bilənlər bilir. Porsche 911. Aga be. O 07 nə zor idi ya. Hadi qabağın əzim. Çalışın bu video halına gətirim, qısa olmasın. O iki tuşa qaldırırdım az qalsın. Yəni çalışacağım uzun video olsun. O canavar. Oha, bu canavarın əlindən danışamıram. Oha. Yəni birincisi səsin alın. Video kalitəsindən biri. Yəni siz səsi nə edirsiniz onsuz? Ən vaciblisi təbii YouTuberin səsi olmalıdır. O da ki məndə yoxdur. Səsim çox pisdir mənim. Ona görə nə izlənmə gəlir, nə like gəlir, nə yorum gəlir, nə abunə gəlir. Adamın həvəsi ölür hə. Like gəlmirsə deməli sevilmir də. Mən o mənada başa düşürəm. Like yoxdursa, yorum yoxdursa, izləmə yoxdursa, niyə çəkirəm? Boş yerə bu qədər niyə əlləşirəm? Düz demirəm. Bəlkə səhv deyirəm. Xəbərim yoxdur. Oy canavar. Görsünüz ha? Oha. Kisəşər bir zor qalxır. Amma onunla TikTokda efir eləyəcəm. Ay can mənə bax necə. Efir baladır bala. Oba. Gördünüz ha? Oha. Oha, maşın zor deyil. 14'ü yaxşı eləyib aldım. Və 2025'də ilk bu videomu mən attım Azərbaycanda. İki təkər ayarı. Yəni 14'ün iki təkər ayarı var. YouTube'da yazsınız baxacağız. Görəcəksiniz. Amma 2025'in yoxdur. O da ki mən özəl çəkdim. Əslində bunu çəkməyəcəkdim. Bekarçılıq idi. Gördüm heç kim 2025 paylaşmır. Cəmaət bir də 014'ü alsın, iki təkər qaldıraraq keyfləsinlər. Ona görə bu video çəkdim. Yoxsa heç çəkilməyəcək idi. YouTube başı buraxılacaq idi. Mən sırf bu 014'ə görə sizin üçün video çəkirəm. İki təkər ayarı üçün. Gördüm like çox gəldi, yorum gəldi, abunə gəldi. O saat başlayacağım Car Simulator 2 videosuna. Birinci normal oynayacağım. İkincidə yəni əmələ başda var olacağım da. Gördünüz 014 yanındakı. Onun yanında bir də iki təkər qaldıraq. Özümüzü görsədək də. Sən özümü görsən mənə elə çox xoş deyirəm ha. Kimi xoşlanmır ki. Qızın gözündə ulduz kimi gözükürsən. Ay can mənə bax. Efir baladır bala. Ayda çox sürətli qaldırdım ya. Yavaş qaldırsaydım bomba bir dənə video çıxardı. Efir baladır bala. Belə Vasmin kazaz qoyacağım o dərəcə.
İki təkər zad qaldırım. Tabii postlar iki təkərə də cərimə yazanlar axı bir dənə sürətli gedərək. Maşındakı sürətli gedən deyil. 10 dəqiqə oldu video. Fikir vermişsiniz, mənim bütün videolarım uzundur. Sadəcə Granny var idi, o qısadır. O da telefonumun sönmə səbəbindəndir. Telefon sönməsəydi mən hələ ardını çəkəcəkdim. Prosta çəkmir. Çünki dedim də, videonun hazırlaması bir günə gəlib çatır. O dərəcədə gec yüklənir. İnternetdən deyil, internetimiz superdir. Prosta ki, belə olub. YouTube tez qoymur yükləməyə, şərtdir o. YouTube insan zəhərləməlidir. Zəhərləməsə günü yaxşı keçmir o YouTube'un. Bir də gördün, fikirləş ki, dünya ən yaxşı günü yaşayırsan, onda da qabağa reklam çıxır. Ya videonun ən maraqlı yerində reklam çıxır. YouTube bəsdir ha. Düzdür, YouTube Premium var. O qoymur, sağ olsun, Allah razı olsun ona. Ya mənim kanalıma baxanlar bilir ki, sadə YouTube'dur. Ya baxanlar YouTube Gold deyil ya da Premium deyil. Amma videoda reklam gəlmir. Onun səbəbi çünki şeydir, YouTuberlərin özü qoyur, reklam pul qazanırlar. Yəni mən reklam qoymuram. Və şeydir, ilk car parking videomda da ödənişli tanıtım içəri. Yəni mən sırf ona görə pul vurdum ki, normalda kim istəməz ki, reklama baxsınlar, pul qazansınlar. Yəni istək gəlir, çoxlu bildiriş gəlir. Mən pul yatırdım ki, o videoda reklam olmasın. Reklam olmasın deyə mən sırf o videoya pul yatırdım və o gündən bəri şeydir, ayda $9 mənə verilir, çıxır ücret. O YouTube məndən çıxır. Çıxanda da və şeydir, yəni reklam gəlmir də, videolara rahat baxırsınız. Amma izləmə gəlməyəndən sonra o pulu vermənin nə mənası var? Boş yerə. Mən o pulu gedərəm YouTube Premium'da xərcləyərəm. Özüm reklamsız videolar zad baxaram da. Amma baxmıram. YouTube Gold'da işləmirəm, sadə YouTube. O deyə neydi, iki təkər qaldırdım ha. Yəni uzun sözün qısası son video sayılır. Sayıla bilər, sayılmaya da bilər. O sizdən asılıdır. Da like gəlmədi, yorum gəlmədi, abunə gəlmədi. Heç biri gəlmirsə все, bağlandı. İki təkər belə olur, elə olmur. Məndə iki təkər Renault 7 var idi. O verdim, bunu aldım. O da aşmırdı. Bunun kimi. Bir də bunda dönərək qaz verməlisən. O 07'nin orada. Neyinə takaslayır görsən. Neyse biraz da iki təkər qaldırım. Ondan sonra da video. Adam neydi video. Adam bezara. Maşın gücü satmır. Ən ucuz motor taxmışam. Taxmışam deyəndə iki təkər ayrı üçün taxmışam. Normalda ən güclü motor taxaram deyən mən bilirsiniz. Pul pres, həyat interes. O sırada 9 milyon olan mən. Gedirəm, iki təkər qaldı. Boğazıma elə bir tikan batdı. Neyse. Bu bir dənə belə eləyə bilərsən belə. Bir dənə belə. Bəlkə bunu shortslar atım YouTube'da. Olsa bilirsiniz də shorts çox olanda, 50 takipçi olanda, inşallah ki 50 takipçi olarıq. Olanda artıq canlı yayın açmaq olur. Canlı yayın açanda da bunu canlı sizə göstərəcəm. Belə də göstərirəm, amma yenə də canlı yayının ayrı ləzzəti var da. Oturasan bax, cipsi, kolu götürəsən, canlı yayınıma qoşulasan, qoşulmaya da bilərsən. Səndən asılıdır. Sizi məcbur eləmirəm canlıma qoşulun deyə. Nədə sizi məcbur eləyirəm. Abunə üçün. Like və yorum.
Yəni olan gəlməsə canlının, YouTube'un başını buraxın. Vəbşə kanalımı unudun. Yorum like gəlməsə bu video. Yorum like bir də abunə. Gəlməsə də kanalımı unudun gedin. Getsin. Mən də onu sizə çəkməyəcəm. Belə olacaq da vəziyyət. Elə bir ki mən yox idim, sizə baxmırdım. Elə normal. Nəysə çox bundan danışdıq. Biraz rəvayətimizdən danışaq. Nəysə dərsləriniz necə gedir? Mənim çox əla gedir. Gündə 2-lər. Gündə 4 olmuram. Ya oxumağın başını buraxmışam. 5 günlük dünyadırsan. Öldük bir də gəlməyəcək. Düz demirəm. Oxumağın nə mənası var? Ya belə kasıb olub 07-dən zat 2 təkər qaldırasan, bir varlı olub Maybach-a sürəsən. Mən 07 ilə 2 təkər qaldırmağı fikirləşirəm. İnsan kasıb olanda ruhu da kasıb olur. Ya elə olur da, başqa necə olmalı idi ki? O zarafat axırqrafat deyirəm. Neyse 2 təkərlər qaldırıram ha. Arada tabii aşırdıram. Video neye oldu ya? 16 dəqiqə oldu üzə. Belə şey olur ha. Belə usta olur ha. Adamın anasına söyərlər ha. Baxmısınız ona. Oha. Bir tane şey var ya, garaj. Bilirsiniz o. Gizli sayılır sayılmır bilmirəm. Laləni dindirmirəm. Neyse. Çok şuluqluqdur. Bunu demək. Lalə nədir? Ömrümdə lalə var mən. Lalə məni tanıyır. Mən laləni tanıyıram. Lalə kimdir? Neyse şeydən öyrənmişəm də o yəni. Laləni nasıl YouTuber idi? Onu bilmirəm. Laləni dindirmirəm deyirdi. Adam gör necə də ünlü adam da özü yadımdan çıxır. O qədər qudurmuşam mən. Bu podyumdan yuxarı çıxaq. Burada 2 təkər qaldırma olmur. Bura arasında sür get. O bir adamlar çetəsə söz yazmırlar. Sonra YouTube mənə salar bloka. Karavan var takas var. Nə? Kına sür. Kana sür. Bunu sürdüğüm maşına Xəzər Asamant sürür. Asamantın da bir qəşəng 2 təkər ayrı olar. Sana düz deyirəm. Bəlkə bir də sizin verim şey alım. Bu şeysiz Xəzər. O da alsam o da 2 təkər videosu gələr. Vəbşə nədə avtoşa maşını alsam onun 2 təkər ayarlarını göstərəcəm sizə. 2025 07 da adam nəyə də sırar ha? Adam biraz göz açıq olmalı. Neyse oyun işe gücləməyə başladı. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Bu 14-ün xətrinə bir də sağ ol deyin. Salamat. İyi gecələr. Çünki axşam çəkirəm. Bağlı.